Salam əziz uşaqlar, bugün də mən sizin üçün yeni bir sualın izahını çəkirəm. Deməli, bizə bu sualda nə deyir? Deyir, ABCD bərabər yanlı trapesiyasında, əgər bərabər yanlıdırsa trapesiyanın, mən deməli, nə etməliyəm? Yan tərəflərə eyni, y deyirəm. Və bunlar hündürlüklərdir. Və bizə deyir ki, PM-in AD-yə nisbəti 3-ün 4-ə nisbətidir. Deməli, mən PM-ə 3x desəm, digər AD-miz də 4x-dir. Deməli, kənarlarda qalacaq 0,5x, 0,5x. Və mənə nə deyir? AC-nin kvadratından AB-nin kvadratını çıx. AC-nin kvadratı, bax, yazacağım. AC-nin kvadratı, AB-miz nədir? Y-dir. Çıxılsın Y-in kvadratı bərabərdir 48. Bizə orta xətti soruşur. Biz nə edək? Əvvəlcə, burada 0,5, 0,5-dir. Gəlin bu tərəfi biz 2-yə vuraq. Yəni 0,5-ləri 2-yə vuranda 1,1 edir. Bunları silirəm. Yazıram ki, bura x, onda bura olacaq 6x, digər tərəfimdə yenə olacaq x. İndi mən nə deyilirsə onu yazıram. Buradan mən görürəm ki, h hündürlükdür. Mən AC-nin yerinə yazacağam. AC-nin kvadratı bərabərdir. Axı, burada düzbucaqlı üçbucaq alınır. H-ın kvadratı üzərinə gələk 7 x-in kvadratı. 7x-in kvadratı. Deməli, o deyiləcək h-ın kvadratı üstə gəl 49 x-in kvadratı. Digər tərəfdən h-ı da mən, axı, burada da düzbucaqlı üçbucaq görürəm. Bax, buradakı düzbucaqlı üçbucaqdan h-ı da əvəz edəcəm. H da bərabərdir y-in kvadratı çıxılsın x-in kvadratı. İndi bu ifadələri aparacağım. Digər ifadədə yerinə, bax, burada yerinə yazıb hesablayacağım. AC-nin yerinə nə yazdım? Bu ifadə, burada isə h-ın yerinə yazacağım y kvadratı çıxılsın x kvadratı. Deməli, yazıram. Y kvadratı çıxılsın x kvadratı üzərinə gəl 49x kvadratı və burada nə var idi? Çıxılsın y-in kvadratı bərabərdir 48. İndi mən buradan y-lərin getdiyini görürəm. Nə qaldı? 49-dan da x çıxsaq, yəni 49x-in kvadratından x-in kvadratını çıxsaq, qalacaq 48x-in kvadratı bərabərdir 48. Buradan da x-in kvadratı 1, x da bərabərdir plus minus 1 olur. Mən burada, yəni tərəfdə deyə, mənfi bir qiymətini yox, müsbət bir qiymətini götürəcəm. Deməli, bizə nə soruşur? Orta xətti soruşur. Əgər biz, bura 6x-dırsa, BC tərəfimdə olacaq 6x. X-i da 1 tapdım. Deməli, mən oturacaqlarım, A oturacağım 6x, B oturacağım isə 6, 7, 8x-dir. Və orta xətti tapmaq üçün x-in yerinə 1 yazdım, 1, 1. Olacaq 6, digər oturacağım olacaq 8. Orta xəttdə bizə nə idi? Yəni, m-in yazsam, yəni orta xətt budur da, bax, buradan, bax, belə bir orta xətt çəksəm. M-in oturacaqlar cəminin yarısına bərabərdir. Yəni ki, 14, 14 2-yə bölsəm, eləyəcək 7. Cavabım olacaq 7.